Bəs yaxşı deyirik 4 ildə bir keçirilirdi. Bir komandanın hansı standart vəziyyətlərindən qol qeydə alınmır? Hansı standart vəziyyətlərdən qol qeydə alınmır? Vəziyyət mübahisəli top idi. Aha, sonra. Yan xəttdən. Mübahisəli top. Yan xətt bir də nə? Sərbəst zərbədən. Sərbəst zərbə. Aha. Rəqibi itələyərsənsə və yaxud da itələməyə cəhd edərsənsə, oyun hansı zərbə ilə bərpa olunur? Sərbəst zərbə ilə. Aha, itələyərsənsə və yaxud da itələməyə cəhd eləyərsənsə, xeyr. Cərimə zərbə, yox. Sərbəst zərbə, cərimə zərbəsi. İtələyərsənsə cərimə zərbəsidir. Aha, cərimə zərbəsindən birbaşa qol varmı anam? Cərimə zərbəsindən. Hə, cərimə zərbəsindən birbaşa qol var. Xeyr. Aha, cərimə zərbəsindən niyə birbaşa qol yoxdur anam? Cərimə zərbəsindən rəqib komandanın qapısına qol qeydə alınmır. Qoy elə onu bir cərimə zərbəsi zamanı o 4-5 nəfəri qabaqda düzürlər, odur. Yox. O canlı sərtdir. Canlı sərt. Hə, sonra. Bəs bizə sual düşür ki, ay müəllim, belə deyək də, hər komanda yox, hər komanda deyil o. Bizə deyil. Hə, top son olaraq müdafiə olunan komandanın oyuncusunun toxunuşundan sonra qapı xəttin hava ilə və yaxud da yerlə keçərsə, oyun hansı zərbə ilə bərpa olunur? Müdafiə olunanın. Ülkər müəllim hazır olundan sonra. Küncdən zərbə. Aha, müdafiə olunandan çıxırsa küçdən zərbə idi. Standart vəziyyətlərdən öz qapısına daxil olursa oyun hansı zərbə ilə bərpa olunur? Standart vəziyyətlərdə. Sərbəst zərbə. Standart vəziyyətlərdən öz qapısına daxil olursa rəqibin xeyrinə, yəni lehinə küçdən zərbə ilə daxil olurdu. Aha. Bizə küçdən zərbə ilə daxil olurdu, düzdürmü? Hə. Bir komandanın ehtiyatda olan oyuncusuna hakim tərəfindən kart göstərilə bilər. Bilər. Hə? Bilər mənim. Aha, ehtiyatda olan oyuncusuna kart göstərilə bilər. Yaxşı, bir oyuncu hansı hansı deməyək də ona. Bir oyuncu hansı cəza tədbirini elədikdə sarı kartla cəzalandırıla bilər. Rəqibin hərəkətini kontaktla əngəllədikdə yoxsa kontaktsız əngəllədikdə? Kontaktsız. Aha, kontaktsız sarı kart verilə bilərdi. 11 metrlik penalti zərbəsi irəli hərəkət etmədən birbaşa dabanla zərbə icazə var. Xeyr. İrəli hərəkət etmədən birbaşa dabanla zərbə vurmaq neyinimi? Olmaz. Olmaz. Birbaşa dabanla zərbə vurmaq olmazdı. Sonra, amma irəli hərəkət etdikdən sonra